Dövlət qulluğuna və magistra hazırlaşanlar 22 iyun 2025-ci ildə dövlət qulluğuna qəbul imtahanında riyazi şifrələr mövzusundan düşmüş suallardan biri. Gəlin izahına baxaq. Eyni hərflərin eyni, fərqli hərflərin isə fərqli rəqəmləri göstərdiyini və rəqəmlərin sıfırdan fərqli olduğunu bilərək sual şərəsinin yerinə uyğun gələn ədədi müəyyən edin. B və C-nin cəmi axırı 0 edirsə, bu ya 10 ya da 20 deməkdir. 2 ədədin cəminin 20 olması imkanı yoxdur. Deməli, 10'dur. Əgər 10'dursa, 0 yazır bir yadda. Bəs burada 2 B-ni toplayanda 5 etmək ehtimalı. Ya bu 2'dir, 2 ilə 2'nin cəmi 4, bir də yadda. Onun bir yaddası 5 edir. Ya da 7 plus 7, 14, bir də yadda 15. B ya 2 ya da 7'dir. 7 olma ehtimalı yoxdur. Desəniz nəyə görə? Əgər B 7'dirsə, 7 plus 9 bizə verir 16. Burada 15'in də bir yaddası, eləsin 17. 2 ayımız 17. Bəs bizə eyni hərflərin eyni rəqəmlər olduğunu demişdi. 2 ayın birinin 7 olması ehtimalı varmı? Deməli 7 deyil. B'nin 2 olduğunu bildik. B'miz 2'dirsə 10 etməsi üçün C'miz 8'dir. Ondasa B'lərimiz 2, burada da 2. Əgər 2, 2, 5, 8 ilə 2 elədi 10, 0 yazıq bir yadda. 2 ilə 2 elədi 4, bir də yadda 5. 2 ilə 9, 11. Aların hər ikisi bir rəqəmini aldı. Bizdən soruşulana baxsaq, B'miz 2 çıxılsın, A'mız 1 plus C'miz 8. Cavabımız 9 edər. Daha çox qəbul suallarının izahını görmək istəyirsinizsə səhifəyə keçid edə bilərsiniz.